Putin və Uitkov Vaşinqton və Kiyev arasında Trumpın planı ilə bağlı əldə edilən anlaşmaları müzakirə edirlər. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu danışıqları Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində mühüm addım adlandırıb və Rusiyanın hər zaman danışıqlara açıq olduğunu, lakin xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmalı olduğunu vurğulayıb. Peskov Trumpın planının Ukrayna münaqişəsinin həlli üzərində işləmək üçün yaxşı əsas olduğunu da söyləyib. Rusiya prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev isə bugünü dünya üçün olduqca vacib gün adlandırıb. O, Prezident Trumpın Qəzza sülh müqaviləsini hazırlayan komandasının Trumpın Ukraynadakı sülh gündəliyini irəli aparmaq üçün Moskvada olduğunu söyləyib. Qeyd edək ki, Qərb mətbuatında yayılan məlumata görə Trumpın planı əvvəl 28 maddədən ibarət olub. Planın müddəaları ictimaiyyətə sızdırılandan sonra Ukrayna və Avropa tərəfindən kəskin tənqidə məruz qalıb. Hətta Bloomberg agentliyi Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Uitkovla bu plan barədə telefon danışığının stenoqramını yayaraq məlum planın Rusiya tərəfindən ABŞ-yə verildiğini iddia edib. Cenevrədə Vaşinqton və Kiyev rəsmilərinin danışıqlarından sonra Trumpın planının 28 maddədən 19 maddəyə qədər azaldıldığı, Ukraynanın NATO üzvlüyü, Ukrayna ordusunun heyətinin sayı və Ukrayna ərazisi ilə bağlı müddəaların çıxarılması barədə məlumat yayılıb. Kreml Trumpın planının müddəalarının ictimai şəkildə müzakirəsindən imtina edib. Qeyd edim ki, bugün Moskvada beynəlxalq siyasi gündəm olduqca zəngindir. Belə ki, ABŞ nümayəndə heyəti ilə eyni gündə Çin Xalq Respublikasının Xarici İşlər Naziri Van I də Rusiya paytaxtında səfərdədir. Artıq onun Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla ikitərəfli görüş keçirdiyi barədə məlumat yayılıb.